Mən belə bir məlumat aldım, daha doğrusu paylaşılıbdır. Bu çıxışından sonra bu oğlan yoxa çıxıbdır. Axırıncı bu çıxışı elədi bu oğlan. Sonra yoxa çıxdı. Bir baxaq. İlham Əliyev, bu dilənçilər barədə tədbir gördün, amma bu dilənçi məmurların barədə tədbir görmək istəmirsən. Dəfələrlə video çəkmişəm ki, sənin bu dilənçi məmurların Nəsimi rayonunun baş polis idarəsində Rəisi Vüqar Ağayev və onun dilənçi məmurları hər gün Şamaxınkadan sürücülərdən 5 manatdan pul yığır ki, ödəyin 5 manatı sonra gedin adamınızı yığın çıxın gedin. Bu bilinmir nə vergisidir, nədir bu beləncə, kimin cibinə gedir. 2000-dən çox sürücü var orada. Günə 10 min manat pul edir. Aya 310 min pul edir. Yəni Vüqar Ağayev gözü doymur maaşı ilə və yaxud aldığı başqa rüşvətlərlə onlara da göz dikir. Orada 3 şəxs var, adlarını çəkirəm. Sərvər, Orxan, bunlar polis əməkdaşlarıdır. 19-cu polis bölməsinin Sevgi polis alayının əməkdaşlarıdır. Bu 2 şəxs, bir nəfər də var yanlarında, adını unutmuşam, bilmirəm adını. Hər gün Şamaxınkada dayanırlar, Azad Məmmədovun əli ilə sürücülərdən pul yığırlar. Kimlər ki vermir, Azad Məmmədov, İsrail vətəndaşdır. Həmən sürücünün şəklini çəkir telefonu ilə, atır WhatsApp-da sərvərə. Sərvər digər həmən şəxsləri tutub döyüb aparır ki, siz niyə pul vermişsiniz? Verməyərsiniz, 80 manat cərimə yazılacaq. Birinizə 80 manat cərimə yazırlar, insanlar da qorxur, məcbur olur ki, öləsin. Ki 80 manat verəcək 5 manat ödəyimdə canını qurtarım bunlardan. Və mən bu videoları çəkdiyimə görə heç kim gedib o Sərvəri, Orxanı, o Azadı barəsində bir tədbir görməkdənsə, sənin quldur məmurların, Vüqar Ağayevin quldur məmurları gəlir Şamaxınkada sürücülərə indirir ki, Süleymanı sustursunlar, məni susturmaq üçün. Amma mən susmayacağam. Mən hər gün bu barədə video çəkəcəm. Çünki mən orada mübarizə apararkən o şəxslərlə, o Sərvərdir, Orxanıdır, Vüqar Ağayevdir, Azad Məmmədovdur, bu öz başınalıqla məşğul olan, rüşvət yığan, pul yığan məmurlarla mübarizə apararkən dəfələrlə şikayət etmişəm, hər yerə heç kim şikayətimə baxmırdı. Və gəlib məni həbs edirdilər. Məni həbs edərkən Rövşən Həmidov videoya çəkir. Və bu video sosial şəbəkələrdə paylaşdığına görə Rövşən Həmidov risk olur narkoman və cibindən 5-10 qram narkotik çıxır, avtomatik. Ki sən niyə video çəkirsən bunları? Rövşən Həmidovu hal-hazırda həbs ediblər, döyüblər, necə döymüşlərsə, bir həftə turda yatıb bu adam. Evdə 2 dənə uşağı var, bir onkoloji xəstədir. Biraz vicdanınız olsun da, biraz qeyrətiniz olsun. Ki insanları naxal yerə, boş bir şeylərə görə heç nə eləmədiyi halda və haqqını tələb elədiyi halda insanları zülm verirsiniz. Vəzifələrindən sui-istifadə edib həbs edirlər. Rövşən Həmidov azadlığa çıxana qədər bu video gələcək. Gəlmədən görürsünüz siz bu oğlan bu videonu çəkəndən sonra yoxa çıxıbdı bu günə kimi, söz yox. Yəqin ki, hansısa şöbələrdə, badvallarda bilinməyən sutkalar veriblər, bilinməyən sayda sutkalar. İlham Əliyev də deyir, siqnal verin, siqnal mənəsə. İlham yox, İlhamın ailəsinlə bir yerdə özünün siqnal vermək lazımdır. Tutub qulağından ağzına vermək lazım. Siqnal vermək lazım, tutub qulağından ağzına vermək lazım. Nə siqnalı? Amma siqnal qanan poxdur bu.